müşriklərin, kafirlərin o həddi buluğa çatmayan uşaqları var. Hə. Onların öləndə aqibəti necə olur? Bu müsəlmanlarda aydındır. Müsəlmanların övladları icma ilə cənnət əhlidir. Hamısı. Heç bir ixtilaf yoxdur. İmam Əhməd ibn Həmbəl alimlərin icmasını nəql edir ki, müsəlmanların övladları həddi buluğa çatmayan cənnət əhlidir. Əlhamdülillah. Müşriklərin övladları həddi buluğa çatmayan. Orada məsələ böyüdür. Geniş bəhs ediblər alimlər, dəlillər müxtəlifdir. Dəlillər müxtəlif olduğu üçün alimlər böyük ixtilaf ediblər. Geniş məsələni araşdırıblar. Bir neçə görüş var. Bir qrup alimlər deyiblər ki, onlar cənnət əhlidir. Onlar da cənnət əhlidir. Bir qrup alimlər deyiblər ki, onlar cəhənnəm əhlidir. Bir qrup alimlər deyiblər ki, onlar Arasatda qiyamət günü imtahan olunacaqlar, o uşaqlar. Bir qrup alimlər təvaqquf ediblər, dayanıblar, heç nə deməyiblər, Allahu aləm deyiblər. Bilmirik, dayanıblar. Lakin Allah daha doğrusunu bilir. Mənə gəlib çatana görə haqq olan görüş birinci görüşdür. Onlar cənnət əhlidir. O uşaqlar da cənnət əhlidir. Dəlillərə baxandan sonra racih olan görüş bu çıxır üzə. Və İmam Buxari rahiməhullah mühaqqiqlərdən, İmam Buxari yoxdur, hədis alimi. O bu görüşü tərcih edib, bu görüşü üstün görüb. Həmçinin İbn Cəvzi, İmam Nəvavi və İbn Həzm və taifətun minəl müfəssirin deyiblər bunu. Bir çox təfsir alimləri bu görüşü deyiblər və bu görüş haqdır inşallah ki, onlar da cənnət əhlidir. Çatmayıblar. Hə, təklif yaşına çatmayıblar ona görə. Dəlilləri güclüdür ona görə. Allah daha doğrusunu bilir.